بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون، والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد. Təqva budur, Allah-u Teala'nın heybəti, əzəməti, cəlali, cəmalı səni tuta, ədəbsizlik eləməyəsən. Bu aləm ədəbsizlik aləmidir. Hürmət sındırsa, hürməti sındırarlar. Abur tötün, abru tökərlər. Mən fadaha, iftadaha. Başa börk koydun, başa börk keçər. Mən qəşşə, rüşşə bihi. Əgər düşdün iffətsizliğə, iffətsizlik sorağıva gələr. Mən zənazuniyə bihi. Əgər pərdə-i hürməti saxladın, Allah da sana hürmət saxlar. Rivayətdə var, İttəqillah, bə'də tüqa və inqəlləh. Təqvan olsun, vəlo az da olsa olsun, və dəʼ beynəkə və beynəhu sətrən və inrəq. Özüylə Allahın arasında bir pərdə saxla. Vəlo bu pərdə nazik pərdədir. Sən Allaha asılısan, Allahın qəyyumiyyətinə. Əgər sən körpünü sındırdın, sabahları min bir müsibət hər ləhzə sən eləyə bilər tuta. Bir ləhzədə elə bil bir dənə nazik tutan aslanıbsan. Aşağı bütün dərrəndədir, bütün dərədir, bütün müsibətdir, bütün otdur, vəhşətdir. Bir ləhzə bu ip qırılsa getdin. Düz ona bənzə insanın zindəcisi. O Allahın qəyyumiyyətidir ki, ondan sən asılı qalıbsan. Onu adam qırar. Peygamberimiz buyurdu, el-cennetu akrabu ila ahadikum min şirakin alihi. Behiş size başmağızın bəndindən yoxundur, cəhənnəm sizə başmağızın bəndindən çox yoxundur. Yəni kafidir, el-maut en yenzilə bih. Əmir Aleyhisselam buyuruyor, el-maut en yenzilə bih. Bazı adamın fasiləsi cəhənnəmdən bir dənə ölümdür. Gözün yumayıb burada, gözün açı, Allah göstərməsin, ayrı yerdə. Qiyamətdə müzünü gətirirlər mühakimiyə, özü də adı ilə çağırırlar. Elə ki, məclisi hökmə varid olur, deyir, Xudaya, ben mənə bir qabaqdan bir xəbər vereydin, mən bileydim, inzar eleydin, mənə heç inzar eləyən, mənə deyən olmayıbdi. Allah-u Teal, deyir, inzar gəldi, sən bilmədin, gündə 17 dəfə, hər gün namazda deydin, Maliki yevmiddin, Hüna yevmuddin ve ene malikuhu. Allah yevmuddin bu değil. Allah deyir ve ene malikuhu. Ben de maliki yevmuddinem. Bəli, Allah-u Teala inzar geldi. O da inzarı kim getdi? Allah-u Teala cevap veriyor ona deyir. Ve lekad ca'akum rasulun min enfusikum. Özünüzden peygamber yolladım. Ben sana ardaydın. Azizun aleyhi ma anittum. Harisun aleykum bil mu'minine raufur rahim. Ne kadar harisidir sizin hidayetinize, ne kadar ürəyaneydi sizin zəlalətinize. Mesela ardaydın, o mehribançılıkta peygamber yolladım. Dey Xudaya, mənə onda icazə ver. Mənə de ki, icazə ver, mən şuhudu hazırlayayım. Allah de şuhudu hazırdır. Lidihim ve arculuhum bima kanu ya'malun. Senin elin, senin ayağın, senin vücudun tamam, dilin senin şehadet verecek bir daha. Ne işler görüpsen dünyada? Yevme izin yuvaffihumullahu dinehumul hak ve ya'lemune ennallaha huvel hakkul mubin.
Orada görecek dünya ciddiymiş. Zindagi ciddiymiş. Bu ne kadar oynayıp oynamak yeridir bura. Allah-u Teala'nın qabağında ədəbsizlik eləyəsən, namaz yani ədəb-i ubudiyyət. Sen hiç namaz bilməyibsən. Orada deyir ki, Xudaya, mənə icazə ver, onda mən bir vəkil tutun. Vəkil məndən difa eləsin. Allah-u Teala buyuracaq, İqra kitabək, kəfa bi nəfsikəl yevmə aleykə hasiba. Elə bu kitab ki, əlvə vermişik, bu bəsdir vəkillikdə. Sənin vəkilin bu kitab oxuyun. İqra kitabək, kəfa bi nəfsikəl yevmə aleykə hasiba. Hesab çəkməkdə bu bəsdir. Hesabı ver, yox, özün hezbündən hesab çək. Orada kitabı açı vəhşət elə. De, Xudaya, mali hazal kitab, la yugadiru səğirətən və la kəbirətən illa ahsaha. 80 il mən nə səğirə bu kərir eləmişəm. Ağzımdan nə söz çıxıb, hamısı burada yazılıb, hansı günahı eləmişəm. Belə günah elədin, bir yerə çatdın. Belə əyyəşlik elədin, qabağa düşdün. Və la yəhsəbənnəllədinə kəfəru səbəqu. Allah buraya kafir fikrini de eləməsin ki, qabağa düşər. Günah heç vaxt adamı qabağa salmaz. Orada deyir, Xudaya, onda qoy biri məni kəfalət eləsin. Malıyla kəfalət eləsin, özü zamin olsun. Mən burada bir nəfəs çəkim, özüm görüm nə çarə qılacağım. Onu deyəndə Allah deyir, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Burada nə mal, nə oğlad, heç biri dərdə dəyməz. Biri sənə görə kafil olar. İlla mən ətəllaha bi qəlbin səlim. Salim qəlbin var idi. Salamətli qəlb odur ki, hamının xeyrxahi olar. Nəinki daraşarlar bir-birinin canına. Rəhm eləməyəsən bir-birinizə. Nədir olar? Hey buradan bu doları yığışdırsın, o sütkəni yığışdırsın. Ondan sonra sabahları vaxti məmləkətin ozası dəydi birinə, səndə sütkə qalacaq. Səndə dolar qalacaq. Öz şaxı üstündə ələşirsən, sən gətirirsən. Sən cəmaati əzaba salırsan, Allah buyuruyor ki, İnnəllâhə yuəzzibul-ləzīne yuəzzibunən-nâsə fid-dünya. Hər kəs cəmaati əzaba saldı, Allah onu əzaba salacaq. Peyğəmbərimiz rəhmət peyğəmbəridir, amma əlin qalxızdı güvə. Dedi, Allahümmə, mən şıqqa alə ümməti, fəşquq aleyh. Allah hər kəs mənim ümmətim məşəqqətə saldı. Onu məşəqqətə sal. Dünya və ahirət məşəqqət içində olacaqsan. Dünya hesabdan fırranı. Hesabsız bir şey yoxdur. Və şəmsu vəl-qəmərru bihusban. Hər də hesab üzrə. Bu boyda əcram-ı asmani. Bəzisi 1000 mərtəbə kürə-i zəmindən yuxarıdır. Gör onu tərpətmək olar. Özdə hesab üzrə fırrana. Milyard belə əcram-ı asmani. Heç gör bir-birinə dəyək. Hesab. Onlar hesabdan olsun. Sənin zindəcin hesabdan olmasın. Səni xalq edən hesab səndən çəkməsin. Olar bəyə bu. Bəli. Ondan sonra orada dönüb deyir, Xudaya, hökm sadir eləyibsən, mən istəyəm dadigay təzdidi nəzərə gedəm. Dadigay təzdidi nəzər qoy mənə hökm eləsin. Allah-u Teala orada deyir, La yubəddəlil qovlu lədəyyə və ma ənə bizəlləmin əbid. Burada dadigay təzdidi nəzər olmaz ki. Dadigay istinaf olmaz ki burada. Hökm verdilər burada, hökm verən Allah özü hökm eli. Allah özü hesab çəkək. Allah özü şəhadət verir. Allah bütün hesab elər ki, təzid nəzərə gedə, hökm elə təzid nəzərə gedə. Görək orada hər yer bağlıdır. Ondan deyir ki, Xudaya, indi məni hara aparırsınız? Deyir, İlə aynə ya Rab. Ayı başı açıq. Bir zaman deyəcəksən, İlə aynə ya Rab. Ay o ki cəmatın azüqəsini foran yığışdırdın filan cisbah alaşacaq. Orada deyəksin sən, Xudaya, Elə aynə ya Rab. Vay olsun adam ki gedib o noktaya çatacaq. Deyəcək, Xudaya, Elə aynə ya Rab. Məni hara aparırsınız? Allah-u Teala deyəcək, Yevmə nəqulu li cəhənnəm həlim tələti və təqulu həlmin məzid. Gedəcəksən, otun içinə cəhənnəmdə deyəcək, Xudaya, artıq bir şey var mənə verəsən. Ondan sonra orada başlanacaq. Deyəcək, vay mənə, vay mənə, vay mənə. Allah da deyəcək, bir dəfə demə, vay mənə. Mən nə qədər denəm, vay mənə. Sən yad verəm Allaha. Gör, bir dənin əlan işi odur ki, sabahları deyə, vay mənə.
Cemaatin sufrasını kurradın sen. Orada Allah diyecek, la ted'u yevme sıburan vahida ve du'u sıburan kefira. Sıbur yani helaket. Bir defa deme vay mene. Müfessel denen vay mene. Azizler, bu hafta Məqam Muazzam rəhbəri xanımın şəxsiyyətində sanki tamam qoydu. Cumhur-i İslami xətti putulan qoydu. O fikrə, o əndişəyə ki dedi, hicab pişrəftin qabağını tutar. Belə bir şey olar. Alan sen baxırsan, heyət elmi danışqahlar 33% xanımlardı. Və sən deydin, hicab qabağını tutar. Alan 60% danışqahda Fəncəri elmidə xanımlardı, 60%. Və sən deydin, hicab keçmişdi, deydin, hicab məhdudiyyət, pişrəftin qabağını tutar. Və dövrani Pəhləvidəki kəşfi hicab dövrani idi. Və niyə bunlar olmadı? Necür ola bilər bu? Yəni şübhəyə bax, gör nədir şübhəniyyatı qabağa? Pişrəfdir ki, alan mərakizi həssasda, simətay həssasda xanımların huzuru var, bir bax. Qədimdən xanıma 2 dənə baxışıq var. Bir baxışıq budur, xanıma baxıb və çeşmə insani. Bir baxışıq budur, baxıb və çeşmə cinsiyyəti. Xanıma baxırsan, bir dəfə insan gözü ilə baxırsan. Amma bir dəfə cinsiyyət gözü ilə baxırsan, təbən mütərəttəb olacaq buna ki, xanım ki camiyə gəlir, huzuru olsun huzuru insani, ya huzuru olsun huzuru cinsiyyəti. Təbən nigahı cinsiyyəti də, huzuru cinsiyyəti də, xanım olar əbzar. Olar əbzar-ı istimta, olar əbzar-ı dəramət. Çox üz istəyən be təbiri özləri, dəramədi ki, hərifi çahay neft xavərmiyanədir. Xavərmiyanənin neft quyularına hərifdir. Gör bundan böyük ihanət olar, ayaqlamaq olar, lehələmək olar. Şuvara baxma, əmələ bax. Məsələ fəqət istimtab və dəramətdir. Cama aludə olacaq. Nəhadi xanəvadə deyəcək bir-birinə. Bəli, izdivas üçlüyə düşəcək. Ondan sonra nəsl təksir nəsl sədmə görəcək. Nəsəb itəcək, intisab itəcək, kəramət sınacaq, əfsürdəli qoğa eləyəcək, qətl-i namusi tufan eləyəcək. Deysən nə qədər müsibət sayın? Allahın üçün qeyrəti var xəlq elədiyinə. Allah-u Teala gəlib burada varid olub, bir əhkami vəz eləyib ki, xanım zəlil olmasın, əbzar olmasın, öz qeyrətindən bu işi görüb. Kimin xanıma qeyrəti Allah'tan çox olar? Və min qeyrətihi harramal fəvahiş. Çünki qeyrəti var, xanımın izzəti ola, heşməti ola, camiədə caygahı ola. Ona görə Allah gəlib fəvahişi haram eləyibdi. Allah-u Teala xanımda gəlib bir cazibə xası qoyub. Bu cazibə həm yaxşıdır, həm xətərdir. Bu cəhətdən yaxşıdır ki, biləxərə mucibi cazibə oley, kişi gələk, təşkili xanəvadə verək, nəsli damə tapək. Xətərdir, buna görədir ki, xanımın vücudu müxatiriyə düşək, şəxsiyyəti, əxlaqisi müxatiriyə düşək. İndiyə necə heç məktəb eləyə bilmir xanımın əmniyyətin təmin eləyə. Dünyada hər yerə baxırsan bax. Obamaya dedilər ki, nə yətəzdən istəyirsən, rəis cumhur olasan. Dedi ki, istəyən bu 2 qızımı əcvəllərin əlindən saxlayam. Rəis cumhur diyor. Parlaman Avropada xanımlar şikayət elədər rəisi parlamana. Kişilərin əlindən dedi, əmniyyətimiz yoxdur. Bilirsən ki, əmniyyətimiz yoxdur. Nə deyir? Onfi deyil, çünki tərazi ilə orada hər nə əllidir. Hələ parlamanda bunun əmniyyəti yoxdur. Harada bunun əmniyyəti olacaq? Deysən sayın, ərtəşi deysən ki, müsibət, müsibət. Əxirən eşitdik ki, xanımlar bir bimariyə xasta düşək üçün gecənin əvvəlindən axır olar ki, ərtəşi Amerikadadır, eləyə bilməyik. Çıxam, məsələn, dərsliyə gedə. Çıxsa xətər, o birisilərin əlində xətərdədir. Eləyə bilməz çıxar. Gör, nə qədər əmniyyət. Büyük, ta gedib, o bimaristanda gedəsən onların, kilisasına gedəsən onun, hamısına bir kod müfəssəllər mən deyə bilirəm burada. Allah-u Teala əzəməti ilə gəlib işi həll edib, bir dənə ayə ilə həll edib. Deyir, ən yorəfnə, fəla yozəynə. Bir dənə libas şey, məruf və iffət ol, heç kəs səni əziyyət eləməsin.
Libasın dili var, libasın danışığı var deyin. Biləxərə, qahi görəysən ki, təərrüz olunur, sə kəlami, qeyri kəlami. Hardan gəldi, başlandı? No libas. Polis New York, bir dənə xiyabanda, nə qədər təddi olub xanıma, bir də xanıma dedi, bax, siz bu cür libas giyirsiniz, bu ittifak şeyə. Ruznamələr onun əleyhinə polisin oçu var danışdılar. Bu hicab İslamidən düfə elə. Dedi, əcəb eləyəm. Dedi, mən biliyəm danışıyam. Bəxti, bu cür oldu, libas, xas libas oldu, təbiidir zəminəsi fəraham olacaq. O tərəfdən də Allah-u Müteal gətiribdi, tavsiyə eləyibdi ki, biləxərə, bəli, ki, gözün riayət eləyək, kişi gözün riayət eləyək, xanım gözün riayət eləyək. Hər nə başlanır, şairin bir geçən sözü var. Şair deyər ki, hər nə başlanır, gözdən başlanır. Kullul məsaibi məbdəuha minən nəzəri və mu'zəmün nari min müstəsğəri şərəri. Böyük ot, rizi otdan. Bir dənə balacı ot düşdü, bir dənə evə, bütün evi ota çəkdi. Küllü məsaibin başlanmaq el o baxmaqdandır. Kəm əffərət nəzrətən fi qəlbi sahibiha. Fe'lə səhami bila qavsin və la vəcəri. Bidunun ki, ox ola, kaman ola. Öyle baxışıq öz işini gördü. Vəl mər'u madamə za'aynin yuqallibuha fi a'yunil ayni muqufun ala xatari. Şeir qiyamətdir, əzəti ədəbi və fəsahət. Ki, nə qədər kişi gözü oynadı, laffat oldu. Bura iltifat elə, bura iltifat elə. Biləxərə, naməhrəm gözündə bu xətərdə olmalıdır. Ta axır işə, mən sərrə müqlətuhu qəd saə muhcətuhu. Şeirə baxa. La mərhəbən bi sururin cəə bil zarəri. Dedi, bizdən bu gözün burasına deyər, su burayı bir şey müqlə. Gözün hədəqəsinə deyər müqlə. Qəlbə də deyər möhcə. Mümkündür bu müqlə söylə, amma möhcə tamam qan ola sabahları. Bir dənə sözümün axırıdır, amma bunu xanımlar heç itirməsinlər, heç. Xanım üç şey gələ satmaya. Xanım üç şey satsa, hər nə əldən veribdir. Xanım üç şey satsa, bütün müflis olacaq, o iflas satmaz. Əvvəl budur ki, Allahın baxışığın, cəmaatın baxışığına satma. Allahın baxışığında kəramət var, mərdimin baxışığında kəramət yoxdur. Duayı nüdrada oxuysan, Vənzur ileyna nəzrətən rəhimə, nəstəkmilü bihəl kəramətə indək. Əl-kəramətə indək. Allah bizə bir dəfə bax, qoy onunla kəramətimiz sənin məhzərində görsün güyə. Allahın məhzərində kəramət tapırsan. Mərdimin hansı baxmağı ilə? Aludə zinayı çeşmi diyor bax, ey. Mərdim mənə nəzür baxsın. Denən Allah mənə nəzür baxsın. Dünya baxsın sənə, axşam heç birindən xəbər yoxdur. Neçə gündən sonra da ömür başa çatdı, heç birindən xəbər yoxdur. Allah sənə nəzür baxdı, bu biridir. İkincisi budur ki, Allahın rızayətin, cəmaatın rızayətinə satma. Allahın rızayətinə heç də satmaz. Allah özü deyir, və rızvanun minəllahi əkbər. Bunu yandan vermə. Cəmaatın rızayətini ələ gətirmək olar. İnnə rıdan nasi lə yümlək. Mərdimin rızayəti ehraz olmaz, ələ gəlməz. Sən Allahın rızasını boşlayırsan, cəmaatın rızasını axtarırsan, desinlər, əcəb oldu, əcəb küçü var, əcəb rəngi var. Üçüncüsü budur. Kişi sən alan getdin, baş yaçıqlıqla, özü bəzəməklə, toydu, ya bir yerdin, cəmaat səni yad eləyik. Nə qəşəl divası var idi, nə qəşəl arayışı var idi. Allah yad eləməyi, mərdumun yad eləməyinə satma. Və lə zikrullahi əkbər. Allah bilir, namaz qılanda məni yad eləyirsiniz, mən də sizi yad eləyəm. Mənim yad eləməyim, sizi yad eləməkdən yuxarıdır. Allahın yad eləməyin, hara satdın sən? Dünya, Allame Təbatəvay deyir, dünyaya müamilədir. Ələt ey müamilə eləysən, hər ləhzə müamilə eləysən. Rişvət sırf qabağa, xəyanət sırf qabağa, etiqad sırf qabağa, uğurluq sırf qabağa, hər ləhzə sən müamilə edəsən. İndi xanım azaddır, hansı müamilə istəyim, müamilə eləsin, bismillah. Amma bu müamilə bir dəfə xanımın özünə qeyd edəcək.
پس پیامبر گفت بهر این طریق با وفاتر از عمل نبود رفیق orada da əməldən qaçmaq olmaz. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. بسم الله الرحمن الرحيم الحمد لله كما هو أهله اللهم صل وسلم على سيدنا سيد الأنبياء والمرسلين وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى الرضا ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المنتظر اللهم انشرنا معهم ve fi zimretihim. Özümü azizleri davet edeyim Allahu Teala'nın takvasına. Azizler, ahiren Çeşver'de bir tane münazire etikadi oldu. İki tane ulema birbirine münazire eylediler. Mesale etikadi üstünde, Hazreti Zahra'nın mesaibinin üstünde. Burada neçə mətləbə diqqət eləmək lazımdır. Əvvələn əsli münazirə yaxşıdır. Çünki təzarübü ara olar. Həqiqət aydın olar, nəsl cədiddə onlar ki, cərəhdilə tarixdən keçib bilər. Burada sözümüz yox. İkincisi budur ki, biz haqqaniyyət əhl-i beytidən görək, möhkəm düfə eləyək. Heç də qurtaq gəlməyək. Çünki Peyğəmbərimiz əhl-i beytin mərcəiyyəti elmi mərrifi eləyib. Biz təzədən istəmiyoruz ki, Əmir Əleyhisselamı qaytaraq xəlifə eləyək. Amma onların mərcəiyyəti elmisi gərək hepsi olar. Yani dini onlardan alasan, ahkamı onlardan alasan. Emir Aleyhisselam beytin içinden niye dünyaya gelip? Allah niye evin içine apardı? Tadiyatçı bu ev içindendir, bu teşkilatın içindendir. Dini bundan al. O cəhətdə alan elhamdülillah internet çıxandan o xədə burhan, istidlar əhl-i beytin haqqaniyyətinə çıxıb, özü də əcibdir üləma əhl-i sünnətin böyükləri, sənci tamam qoyublar. Foqul adə. Əhl-i sünnətin böyükləri haqqaniyyəti əhl-i beyt ilə qiyamət eləyiblər. Bu da elə böyük bir dənə məsələ-i təqribdir. Bu da iki. Üçüncüsü budur ki, təbiyyət-i münazirə bir cürdür. Bir də görərsən ki, münazirə eləyənlər vəlo və surəti qeyri əmdi getdilər tərəfi müqabilin xətti qirmizin müsəllamat-ı tərəfi digəri zir-i sual apardı. Bu bizim insicam-ı millimizə səhmi muhlikdir. Salhay mütemadi şəbəkə el-müstəqillə ki, Ləndəndən pəxş olaydı, əmdən bu münazirələri yola salaydı. Dər nəticə ixtilafat-ı məzhəbini İranda qalxızaydı yuxarıya. Alan bu işi Vəhhabi kanalları bu işi görürlər, Vəhhabi saytları bu işi görürlər. Alan Amerika həmlə eləyəndə, İsrail həmlə eləyəndə əxirən İrana neçə mətləb bahis oldu ki, bunlar quyruqların qoydular, kürəklərinə qəydib çıxıb getdilər. Əllərinə hesab gəlmədi, biri insicam-ı millidir. İnsicam-ı milli bizim sirvət-i fövqülədəmizdir. Bizim nə qədər sərmayə əmniyyətimizdir bu. Gərək çox müvazib olaq. Burada zəminə xədşə tapılmıyor insicam-ı millimizə. Bərabərin bu cür münazərat, alan bizim ovləviyyətimiz deyir. Sən onun əvəzinə ged internetdə haqqaniyyətdən difə elə. Behtərin difani elə. Behtərin sözləri yaz. Bir də baxırsan, görəysən, alan namaz-ı cümləyə Ərdəbildir. Farz elə burada yerişib 5.000 nəfər, 10.000 nəfər. Bir də görəysən ki, elə bir günün içində 50.000 nəfər, 100.000 nəfər gəlib ona baxıbdı. Birdən milyonu insanlar baxıbdı. Gedib orada sən o işi görə bilərsən, qəşətə tərin eləyə bilərsən, bidunin ki vəhdətə, bidunin ki ittihada da zərbə dəyə. Mən möhtərəm üləmadən, o qeyrətli üləmalardan istəyəm, burada diqqət eləsinlər. Xuday nəçərdə naxastə, zəmini ixtilafi gətirib bu bürhəyi həssasda fərahəm eləməsinlər. Sirə məqam-ı məzzəm rəhbəri də bu babda fəslül xitabdir. Məbada bu münazirədə bir dənə muanidi
gətirib nə qədər böyüdəsən, ona caygah verəsən, onu tribun verəsən ona, çox diqqət gələ oluna. 4000-ci mətləb. Bu cür münazirələrdə o ki nahaqqıdır, haqqı qəbul eləməz. Nə qədər çobalayasan qəbul eləməz. Elə ki tərəf qəbul eləmədi, bu olar mira. Mira günah-ı kəbirədir. Bir dənə mövzu elmidə, ya xanevadədə ər-arvadın arasında ixtilaf var. Ya bir dənə ixtilafı siyasidə bəhs eləyirlər, yadında olsun bu. Əgər görsün o tərəf sözü qəbul eləməyəcək, bir kəlmə haqqın yoxdur danışasan. Bir kəlmə. Danışsın günah-ı kəbirəyə düşürsən, fasıqsən. Bir kəlmə, evdəsən, xanımla danışırsan, gördün sözü desən, qəbul eləməyəcək. Ya xanım görə ağa sözü qəbul eləməyəcək, oldu mira. Mira oldu, bir kəlmə danışma. Oturukil mira, vələv küntə mühiqqə. Peyğəmbər burada mühiqqid olsa danışma. Üçün o yerdəki tərəf qəbul eləmək, içindən kinə çıxacaq. İçindən ixtilaf çıxacaq. İçindən müsibət çıxacaq. Aseyd Əhməd Ağay Xumsari, bozorçların müştehidiniz ki, Hazreti İmam burada der təqva, der dünya nəzir nədarət. Dünyada nəziri yoxdur təqvada. Ağa iştahardı buraya. Ondan sual edərdik. Bir mevzuya görə cavabı deyərdi. İkinci dəfə sual edəndə sakit qalardı. Dinməzdi. Cavabı bilə ya dinməzdi. Deyərdik, bən niyə dinməysən? Deyərdi, qorxuyan mira ola. Neytərsən mira beşəvət. Allah Quranda miraya keçib. Allah Quranda deyib, وَلَا تُمَارِفِهِمْ إِلَّا مِرَاءً زَاهِرًا. Tamam məvaxistə bu cürdür. Yəni, bunu əgər riayət eləsin, nə qədər əftarha ictimaidə fitnə yığışar və rəvabiti insanlar bir-birinə dəyməz. Dərxüsus Həzrəti Zəhra zülmü ki, o buzurcaları olubdi, nə qədər kitab yazılıbdi. O qədər qəşəng kitab yazılıbdi, Həzrəti Zəhranın başına nə məsaib gəldi. Mən kitabları mərrif eləyəm, get hər yerdə bunu mərrif elə, münazirə ehtiyac yoxdur. İçində bəlkə tərəf əmdən səni qızışdırək, tadil və bir şey gətirə, ondan su istifadə eləyək. Bir dənə kitab yazıb, böyük müvərrixi tarix Seyyid Cəfər Mürtəza Amili. Bir dənə böyük kitab yazıb, Aytul, elə bu Məsail Həzrət Zəhrada, Həzrət Aytullah Məkarimi Şirazi. Bir böyük kitab yazıb, Həzrət Aytullah Sübhani, hamısı sabit eləyib ki, qapı otlanıb, hamısında mənabi əhl-i sünnətdən sabit eləyiblər. Bir dənə şiə mənabiyindən yoxdur. Həzrəti Aytullah Miyanəci bizim üstadımız fövqəladə mətləbi yazıb Qurani ilə. Bu babdan biz işi eləyə bildik, münazirələr içindən. Bəli, gələ belənçi mətalib çıxar qabağa, çox gərək diqqət eləmək. Ta zəmini ixtilaf, hər məhfildə belə bir şeylər tapıldı, olunmuyor. İndiyənizdən siz fikir eləyibsiz, bu bərgüzar eləyənlər, niyə gəlib mövzuatı verək, çiçəkləri qarışdırar? Nə qədər mövzu var, bunu niyə verib sənə? Heç buna fikir eləyirsən? Biləysən, poştu pərdəyə bu mizbanlar kim əyləşibdir? Mömin görə ayıq ola. Heç biləysən, bu münazirədən sonra kommentilərdə nə yazıldı? Heç biləysən, münazirədən sonra hər kəs öz səfəsində durdu, əsabani oldu, nə sözlər yazıldı? Pəs, ayıq olaq. Qurandan da məlum olaq ki, ixtilaf, təhlikdə bu sözümə qəşəhlik gətilə. Qurandan məlum olaq. Ümmət ixtilaf eləsə, ixtilaf, fəqət ixtilaf, kafir Allah, küllü ümməti öldürər. Allah Quranda iki yerdə bunu deyir. Deyib, kafirdir. İxtilafa görə hamızı öldürəm, fəqət buna görə öldürməyəm. Bütün dünyaya siz gələndə mən hökm eləmişəm. Vələkum fil ardı müstəqarrun və məta'un ilahin. Sizi bir zamanı xassayınca Kore zəmində saxlayacağım. Əgər o hökmüm olmasaydı, ləvla kəlimətun səbəqət. Sırf ixtilaf hamını öldürərdim. Bundan böyük həssasiyyət olar. İxtilafa siz yad verirəm Allah'a. وَمَا تَفَرَّقُوا إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ إِلَى أَجَلٍ مُسَمَّى لَقُضِيَ بَيْنَهُمْ Ayrı yerde tezden ki ne değil? لَقُضِيَ بَيْنَهُمْ yani hamını öldürər. Ama ixtilaf o cür değil. Heç yerdə bir dəfə ixtilafı məzhəbidir, bir dəfə evdə ixtilafdır, qoyma ixtilaf düşər, idarədə ixtilafdır, qoyma düşər, siyasətdə ixtilafdır, qoyma düşər, ixtilafı Allah bu cür həssasdır. وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا وَلَوْلَا سَبَقَتْ مِنْ رَبِّكَ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِي مَا فِيهِ يَخْتَلِفُونَ. Yine de bu sözü deyik. Bir söz deyim, çox əcib, çox əcib, çox əcib. O da budur ki, biləysən Allah hər yer, harda andı çıxdı,
dolduracağım cəhənnəmi cin və insinə. Bilirsən harada? Fəqət ixtilafda bunu deyir. Ayəsini oxuyayım. وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ مِنْ أُمَّةٍ وَاحِدَةٍ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ. İstəsəydim hamını bir elərdim. Hamı bir fikirdə olardı, ixtilaf tapılmazdı. İlla men rahmə rabbuk və lidəlikə xalaqahum. Bəli, insanları mən rəhmətə xalq eləmişəm. Burada deyir, və təmmət kəlimətu rabbikə ləəmləənnə cəhənnəmə minəl cinnəti və nasi əcməin. İnşallah ki, bu hüşdar diqqətlə təhvil alına səthi keşverdə. Mənim əzizlərim, Allah dünyanı bir dənə qanunla idarə eləmir. İnsanın əməlinə baxır, münasib əməli qanunu seçək. Bunu biləysən ya bilməysən, bilməysən niyə danışırsan? Yaşa diqqət elə, ki nə deyəcəyəm? Bir qanun budur. Əgər günah eləsən, bəlanı nazil eləyəcəyəm. Bəzi insanlara bu qanundur. Amma bəzi insanlarda, bu niyə Allah bəzi insanları çox istəyir? Günah eləyəndə bəlanı yollayır, qoy bu ayılsın, qoy bu xilafdan çəkilsin, qoy bir fikir eləsin ki, mənim işim niyə bu cür oldu? Amma Allahın bir ayrı qanunu var. Orada Allah görür ki, baba bunun ləyaqəti yoxdur, mən bunu ayıldım. Mənə qayrıyım, bu günah eləyəndə tamam qapıları açıq üstünə, qoy bu rıfağın içində qərqi olsun. Ayət ya deyir, fətəhna aleyhim əbvabə kulli şey. Bunun çıxarı yoxdur, mən bunu tərbiyyət eləyəm çətinliğinə. Musa'ya deyir, və fətənnəkə futuna, mən nə qədər müsibətə səni saldım, sonra deyir, və stənətükəli nəfsi, səni özümə düzətdim çətinliğinə. Allah üçün bir iddia yox, bir iddia girə başından, yağışı yağdıra. Yağışın içində qərq ola. Niyə üçün onda o ləyaqət yox ki, Allah onu ayılda. Allah bilir, فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ. Birdən bunları yaxaladık, tutduq. Gözün yumdu, gözün ağrı aləndə açdı. İndi hələ şimdi Avropaya niyə yağış yağır? Filan yerə niyə yağış yağır? Günah deyləmək. Əvvəl sən təxəssüsü bil, sonra danış. Küffar, Allah deyir, küffar xiyal eləməsin, mən belə qapıları yaxşımışam, rıfahın qapısını açmışam, bunların üstünə rəhmətdir. Allah deyir, bu uqubətdir. Allahın nə uqubəti fərq eləyir? Deyir, mən bu işi görəyəm, bunlar siskidə laf çoxala. Bunları günahda laf çoxala. Fəzərhum fi tüğyanihim ya'məhun. Tüğyan içində laf bunlar qərq olalar. Ta böyük əzab bunların intizarında gələ bunlara çata. Allah bilir, وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ كَفَرُوا اَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٍ. Kafir belə fikirləməsin, mən hey rəhmət yerdən başına töküyəm, hər yerə döneyim müvəffəqiyyətli, buna xeyr vermişəm mən. اِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُ İsma. İstəyən bu çox günah eləyən. Ta bunun əzabı çox əşədd olar. وَلَهُمْ عَذَابٌ مُهِينٌ. İndi bu işi Allah-u Teala dərəcə görür, yavaş-yavaş bunu aparır cəhənnəmə tərəf. Hey yaxtılıq. Çıxıyıq ama müvəffəqiyyət, olay istidrac. وَالَّذ۪ينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ. Bir qanun istidracdır. Yani dərəcə tərəfi yapar. Niye bu rişvəni yedin? Səni dərəcə aparacağım o cəhənnəmin o laf yandırıcı yerine. Bak. سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ وَعُمْلِي لَهُمْ اِنَّ كَيْدِي مَتِينٌ. Allah bilir, mənim hiləmi yaşasa bilməz. Hiləni ki toxudum, o açılmaz. İndi Allah-u Teala hər iki tərəfdə iş gördü. Birin çətinliklə, birin başında təpəsinə yağdırmaqla. Amma birinin adı tədibdir, birinin adı uqubətdir. Pəs bu ikinci onlara nazil olmayı, bəla nazil olmayı kamilən qələtdir. Şədidlərin bəla nazil olur. Sən elə bilirsən bəla, yəni gətirsin başına saratan gətirsin. Elə bu iki onu Allah qoymayı ayıla. Ta xilafın içində qərq ola, cinayət içində qərq ola, fısk-i vücudda qərq ola, bundan bir uqubət ola. Əcib bir söz deyəm ki, bunu yadigar saxla. Allah deyir, siz Quran ayəsi deyir. Allah deyir, siz möminlərin səbri olsa, kafirin başına yağış yox, başına qızıl yağdırıram. Amma qorxuyam, qızılı yağdıran, sən də gedib ona qoşulasan. Deyəsən, günah eləyəndə adamın başına qızıl yağır. Ayə oxuyama sənə Quran ayəsi deyir, amma qızıl kələməsini işlədir. وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً
لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَانِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ وَلِبُيُوتِهِمْ kapıların, evlerin, sakfilerin güzel cümleleri. Abwaben ve sururan aleyha yetteki'un ve zuhrufa. Ve in kullu zalike lema meta'ul hayatid dünya vel ahiretu inde rabbike lil muttaqin. Ve men ya'şu an zikrerrahmani nukayyir lehu şeytanen fehuve lehu karin. Onun böğrüne bir tane şeytan koymuş ha. Şeytan ders veriyor. İndi Allah-u Teala küffarı vurmakta. Malum olduğu için 200 lira burada vurmağı var. Biri burada 2 defa. Allah küffarı 200 vurar. Bir defa rıfaat döker başından. Bir defa da gözün ters eyler. Kalbin ters eyler, terse görer. Ve nukallibu afidetehum ve absarahum. Kema lem yu'minu evvele merre. Acip ayeti bu. Vahşetli ayet budur. Allah buraya gözün büzürelerim terse görer. Başyastıkları yaxşı görer. Dişvenizi rəhlik görer. Beytülmaliye uğramağı özüne çiyasat biler. Allah diyor, ben eləmişəm. فَلَمَّا زَاغُوا اَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ. Sen eğer sürüştün, ben de seni ithal Ayet diyor bunlar. 20 bin uşağı öldürüp diye iftihar edek Gazze'de. 17 bin uşaq alan Gazze'de, harabelerde gəzək. Ne dedesi var, ne nenesi var, ne famili var. Sen iftihar ediyor ona Yahudi. Bu sözü geçen taraflar. Eğer geral olsa, biri günah edeceğini Allah vırar. Ve biri de yaxşı iş öden foranda savabı vere, təkçi sakit olar. Seni daha imtihana rast gelmez bu. Tabi hüner olmadı. Sen orada mükafatı gördün, teşviki gördün, bu işi gördün. Allah-u Teala fakat ötsəti tamam elək. Haddi ilzaya birinci alıb çatdırmayın. Bunlar böyük bəhslərdi. Buna göre dedim ki, herkes öz təxəssüsündə gedə danışa. Əgər bir hafta günah eləməyibsən, yağış gəlməyibdir. Ged mütəxəssisdən soruş. Ta qoy sana tozih versin. Geldi şu eve dedi, ben günah eləyəm və Allah məni niyə vurmayın. Sirvəti tey başımdan tökü. Allah dedi, get ona denə, səni vurmuşam, sən bilməysən. Qərə qazanana qədər hissəysə bəllənər, bəllənməz. Rəngi to bər tost ey دیگه siyah. کرده سیمای دروغت را تباه بر دلت زنگار بر زنگارها جمع شد تا کور شد زستارها dedi yok kabul edemeyem məni nəzür vurubdi Allah-u Teala dedi sattar alıyubam mən heç vaxt birinin avrısını töhmərəm amma sana nişanə verəcəm namaz qılarsan kef eləməzsən namaz qılarsan ləzzət aparmazsan namaz qılarsan Allahın qabağında cəmal-ı cəlalında qərq olmazsan səni oturdursan pəs vurmaqda danışsaq çox acib insanlar ya Allah vurur sən belə xiyal eləysən sirvət olmasa vurur deyir Ahir bəhsinin zəhmətin tamam. İsrail İranın haqqında böyük iştivahlar eləyibdir. Amma bir dənə Allah böyük iştivahı çox qəşəng bir iştivahdır. O da budur ki, gəlibdir, saltanatın oğlun bonvanlı rəhbəri opozisyon təyin eləyibdir. Və nə qədər sirvəti verib əlinə, imkanatı verib əlinə, olsun opozisyon İrana. Bəli. Bu bir dənə iştibahı eləyibdir. Əvvəlin iştibah budur ki, bir dənə xandandan hesab eləyib, intihab eləyib sonra pozisyonu. Xırtdəyincə İrana xəyanət eləyiblər. İranın torpağına çubu hərraz vurublar. Stratejikləri nüqat-ı İrani əldən veriblər. Bəhreyni ayranda şahidəti cəşni tutub. Bir məmləkət cəşni tutub. Nə var məmləkət təciyə olub. Ağlayız Əsədullahi ələm xatıratında. Deyir, nə qədər bədbəxtlik, həssasları nüqtəni əldən vermişik. Özümüzdə duruyor, cəşni tutuyor. Özgənin müstəqil bir məmləkət düzətməklərinə. O zaman nə istiqlal siyasi var idi, nə hakimiyyəti milli var idi, nə pişrəfti elmi var idi, nə vəzni siyasi var idi. Bunu bizim millət bilməyək, faramışkardı. Gör, nə boyda sən iştivah edəyibsən? Bunların hamısını hələ qoyaq qırağa. Əzayı, onlar için tərəfdarı səltənətdilər. Onlar deyirlər, bu şəxsin kuseçlərin huşu müdiriyyətisi yoxdur. Nə qədər dəlil burada var. Gedib divarın nüdvənin yanında başına Yahudi bölçü qoyayım. Ondan sonra deymən oldum Yahudi. Sən məmləkətin Salmanə istəysən şah olasan. Amma gedəysən olaysan Yahudi. Bir dənə Allah böyük iştibaha budur ki, bu günlər məxsusən. Hey hay həşir qiyamət, Amerika deyir, vır. İsrail'e de vır, Amerika de tahrim elə,
Ovursuna dey tahrim elə, isnəpəçə dey, möhkəm isnəpəçiz deylə. Bir fərdi ki, öz millətinə xəyanət eləyə, bu nəzir ola bilər. Çəngizxan-ı Muğul şəhri Buxaranı mühasirəyə saldı. Şəhər əli möhkəm dayandı. Nəzir elədi, girə şəhərə girənmədi. Və nə qarşısın bir dənə hoqqa toxudu. Dedi ki, Buxaranın əhlinə, dedi, əgər hər kəs gəlsə bizim səfimizə, mənə qoşulsa, mən ona aman verəcəyəm. Mali, cani, əhl-i beyti amandadı, zamin mən. Cəmaat iki tayfa oldu. Bir tayfa dedi, biz bunun əmniyyətin aman verəyimizə qəbul eləyək, silahı qoyaq yerə. Bir tayfa dedi, silahı kişi qoymaz yerə, silahı tarixdə hər kəs qoyub yerə, var yoxu əlindən gedir. Tamam vücudu əlindən gedir. Bunlar hey birbiri ilə ixtilafa çıxdılar. Bunu bildi. Biləndən sonra ki, içəriyə ixtilaf salıbdı Çəngizxan-ı Muğul, peyğam yolladı. O, şəxslər ki, deyilər, təslim olaq Muğula. Onlara peyğam yolladı. Dedi ki, siz əgər bunlarla cəng eləsəz, bunlar için sizə deyilər silahı qoymayaq yerə. Bunlarla cəng eləsəz, mən Buxaranı alandan sonra hökuməti sizə verəcəyəm, şahlığı sizə verəcəyəm, ağalığı sizə verəcəyəm. Möhkəm vurun bunları. İçəridə başladılar, daraşdılar onları ki, deyilər silah, silahı yerə qoymaq olmaz. Düşmənin dəndan müsəlləhdir. Necə silahı qoyaq yerə? Bunlar cəngə çıxdılar, şikəst yedilər, onlar ki, deyilər ki, silahı qoymayaq yerə. Ondan sonra Çəngizxan girdi içəriyə. Əvvəli ki gördü, bu təslim olanlara dedi, silahı verin mənə, silahlarını aldı. Dedi, bunların hamısın qoyunu başın nəzir kəsərlər, uzun kəsəcəksiniz. Dedilər, cənab, bunlar bizə xidmət eləyibdi. Dedi, yox. Bir şəxsi ki, öz cəmaətinə rəhm eləməyə, öz məmləkətinə rəhm eləməyə, öz şəhrinə rəhm eləməyə, xəyanət eləyə, sabahları yatma mənə xəyanət elər. Bunların hamısını gətirəcəksən, başını kəsəcəksən. İnşallah ki, bu sözləri ki, bunları ki, saydım, bunları ki, belə xəyanət eləyiblər, bu yahudilər belə adam öldürüblər ki, bunlar tarixdə qəsiyyül qəlbitərin canavarlar bulardılar. Mənim bu sözlərimi Səfir İsrail Azərbaycanda qəşəng yazsın, hətmən aparsın bunları Netanyahu'a yetirsin. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Thank you.